Ya Allah, mövzumuz məsuliyyətli yaşamaq. İkinci cümə silsiləvari çıxışımız. Belə başladıq keçən söhbətimizi ki, həm özümüzü islah eləməliyik, həm digərlərinin islahında çalışmalıyıq. İslah etmək, yəni insanın mənəvi kamala addım atması, o yolda qədəm qoyması, həqiqi hədəfinə tərəf hərəkət eləməsi. Ki biz əgər bunu etməsək, bu yolda çalışmasaq, ömrümüz fani oldu, getdi. Yaşasaq da 80 ili boş yaşadıq. Yəni, nə qədər boş yaşayanlar oldu, çıxdı, getdi, torpaq altındadır. Biz də onlardan biri olduq. Çox təəssüf. Halbuki, nələr edə bilərdik, haralara yüksələ bilərdik və yetişə bilərdik. Biz gəlmişik bu dünyaya ki, ali insan olaq, kamil insan olaq. Və Allah Quran-ı Kərim bizim adımızı xəlifətullah qoyub, Allahın xəlifəsi, Allahın canişini. Və bu məqama yetişməyin yolu insan öz islahından keçir. Özünü islah eləməsə, böyük məqamlara yetişə bilməz, heç yana gedib çata bilməz ümumiyyətlə. Heç yana gedib çata bilməz. Mümkün deyil bir addım belə insan hərəkət eləsin, nəsə əldə eləsin. Bu qədər mühüm, lazımlı bir mövzu. Yəni, mən ümumiyyətlə də bunun üçün yaranmışam. Mənim həyat qayəm budur, məqsəd budur. Mən ora çatmalıyam. Yolda insan öz islahından keçir. Və daha sonra digərlərinin islahı. Və özümüzün islahında və başqalarının islahında 2 dənə ümdə vəzifəmiz var. Birinin adına deyirlər təthir, birinin adına deyirlər tərfi. Mən adları deyirəm, amma çox sadə şəkildə sizə izah edirəm. Təthir, yəni insanın özünü paklaması, təthir, yəni insanın o maniyələri nədirsə ilahi yolda, o maniyələri aradan qaldırmaq. Nələr mənim kamalıma manidir, ucalmağıma manidir, yüksəlişmə manidir. Başa düşürsə, bu çox mühümdür. Bunu ilə mübarizə aparmaq. Buna deyirlər təthir. Tərfi də belə izah verirlər ki, yəni bildik maniyələrin nədir? Maniyələri qoyandan sonra kənara istedadlarını necə çiçəkləndirə bilərsən? İndi onun üstündə çalışmaq, proqram tərtib eləmək, planla yaşamaq. Başqa misal deyim sizə. Nəzərə alın ki, bir bağban istəyir bağ yaratsın, gülüstan yaratsın, yaxşı. Hələ bir torpağı alıb, istəyir neynəsin? O torpağı gülüstan eləsin. Neynir? Orada güllər əkir, ağaclar əkir, yaxşı. Elə ki, ağaclar böyüməlidir və yaxud güllər çıxmalıdır torpaqdan. Orada maniyələr var. O maniyələrdən biri, məsələn, ağac maniyəsi nədir? Maniyələrindən biri, məsələn, qırağında əgər ot, ələf olsa, o inkişafına ağacın nədir? Maniyədir. Ya, məsələn, qurd düşsə ağaca nə olar? İnkişafına maniyədir. Bağban neynir? Bağban o maniyələri aradan qaldırır. Razısan? Belləyir, o ələfi, otu təmizləyir, düz. Bu bir iş. Amma ikinci işi nədir? Sonra su tökür, baxır, qulluq eləyir. Bu da ikinci işi. Birinci maniyələri aradan qaldırır, ikinci işi neynir? O ağacın inkişafı üçün nə lazımdırsa onu eləyir. İnsan da bax belədir. Bu ağac misalında, bu bitki misalında insanın maniyələri var. O maniyələr nə olmalıdır? Aradan qalxmalıdır, aradan getməlidir. Xülasə, Quran-ı Kərim birinin adı təthir deyir, birinin adı tərfi deyir. Başqa ad da demək olar ikinciyə, təskiyə. Quran buyurur, qəd əfləhə mən zəkkaha, özünü təskiyə eləyən nə oldu? Doğrudan da fəlaha yetişdi, nəticə əldə elədi, uğur qazandı. Yaxşı. Təskiyə sözündən istifadə eləyə bilərik. Təthir, təskiyə. Özvü təskiyə ilə əxlaq ustadları deyir. Məsələn, Qurandan bir ayə deyim sizə. Huvəl-ləzi bə'sə fil-ummiyyinə rəsulən minhum yətlu aleyhim ayatihi və yuallimuhumul kitabə vəl-hikmə və yüzəkkihim. Peyğəmbər gəldi, yətlu aleyhim ayatihi. Birinci oyatdı qafilləri yuxudan, ayıltdı yatanları. Birinci işi bu idi. Oyatmalısan. Yatan insana moizə eləməzlər ki. Yatıb. Necə deyirlər? Səsin tonu qaldırsan ki, oyansın.
Məsələn, tonun qadın oyanmadı, silkəliysən ki, oyansın. Axırda isə oyansın da, düzdür. Yəqzə deyirlər buna, seyr-i sulukda, Allaha gedən yolda. Deyirlər, ilk mərhələdir bu oyanmaq. Bu ayırtmalısan sən, bu yatıb. Olur hərdən bir nəfər söhbət etsin, bizə ayılısan yatıb. Telefonda danışır, yatıb telefonun bir tərəfində. 5 dəqiqə danışırsan, bu yatıb elə. Məsələn, bu birinci ayılt ki, sonra o sözləri verginə. Bu yatıb, yatana nə danışırsan sən? Yatanı biri silkəliyərlər. Yatanı oyadarlar. Peyğəmbər gəldi, yenə də yətlu aleyhim. Birinci ayələrdən bəzi tilavətlər elədi. Bu ayələri eşitdilər, bunlar gördülər, bunlar maraqlı sözlərdir. Fitrətə xoş gələn sözlərdir. Aha, nə deyirsən ya Rasulallah, buyur. Aha, nə deyirsən ya Rasulallah, buyur, artıq başlayırsan iş görməyə. Birinci oyatmalısan. Başlaşırsan. Bəzi sözlər var ki, adam oyaldır, ayıldır. Ömür fanidir ya. Ayıldın, doğrudan sən də yiyəcəksən ha. Həqiqətən. Dünya müvəqqətidir ya. Doğrudan, doğrudan. Düz deyirsən. Qurban vermə əbədiyyatı 70 ilə. Bunlar nə qəşəng sözlərdir. Mən neyniyim? Oyandı. O zaman başlamısan birinci ələ başqa söhbətə. Bunu ayılt da birinci yazığı. Birinci buyururlar nədir? Oyatmaqdır, ayıltmaqdır. Ayıltmaqdır. Bu çox mühümdür. Bu çox mühümdür. Elə ki oyandı, ayıldı, təthir və təskiyə. Təthir nədir? Maniyələrdən onu, maniyələrin qabağını almaq. Təskiyə nədir? İstidatları çiçəkləndirmək. Həm özümüzə nisbət bu vəzifəmiz var, məsuluq, məsuliyyət daşıyırıq. Həm ətrafımızda olanlara bu məsuliyyəti daşıyırıq. Ki, həm də onları pak eləməliyik, həm də onların istidatlarını çiçəkləndirməliyik. Ona görə bu qədər məsuliyyətimiz var, bizim böyük missiyamız var. Xanımlı kişinin böyük bir dənə missiyamız var, vallahi. Ya Allah. Quranda bir dənə ayə deyim sizə, Allah Teala Peyğəmbərimizə deyir, insanları təthir elə və təskiyə elə. Peyğəmbər özü ki paklanıb, özünün Allaha gedən yolda maniyəsi yoxdur ki, üstə gəl. Özünü təzkiyə eləyib, sıfatlarını çiçəkləndirib. İndi təkcə vəzifəsi bu deyil, mənə də neynəməlidir, sən də neynəməlidir, ümməti neynəməlidir, ayırtmalıdır, o maniyələrini aradan aparmalıdır və onları təzkiyə eləməlidir. Allah belə deyir Quranda, xuz, bu Tövbə surəsində, xuz min əmvalihim sədəqə. Get onlardan müəyyən pullar ki var, verməlidirlər, al. Allahın yolunda. Onların bəzi haqlar var ki, həm o tərəf, bir tərəfi Allah haqqıdır, bir tərəfi tutaq ki, deyirlər, imam haqqıdır, bir tərəfi insanların haqqıdır. Hər nədir? O haqları al onlardan. Demir özdə ayə versinlər, deyir, al. Görünən budur ki, buraxsan bəzi insanları heç nə eləməz Allahın yolunda. Gəl gedəsən, biraz başa salasan, izah edəsən, verməlisən kişi. Allahın yolunda haqdır, bunu əta eləməz. Allah deyir Peyğəmbərinə, ged al onlardan. İzah elə versinlər. Yaxşı. Çünki izah eləməsən, nələ neynəyəcək? O öz xoşu ilə gəlib verəndir. Bu qədər ayıldasan. Oyadasan kişi də bu səndir, hamısı, bu bir qismi Allahındır. Xuz, al onlardan. Bunlar başına buraxma. Sonra neynə? Tutəhhiruhum və tuzakkihim biha. İki iş görəcəksən Peyğəmbər. Biri tutəhhiruhum, sən ki bunu alırsan. Bir işin təthhirdir, bir işin təskiyədir. Yaxşı, ya Rəbbəl aləm, təthhir nədir, təskiyə nədir? Təthhir budur ki, paklı olar. Təskiyə budur ki, neynə? İstedadlarını çiçəkləndir. İki iş, iki dənə vəzifə var. Ya Rasulallah, buyur. Bismillah. Amma bir dənə də üçüncü vəzifə sənə tapşırıram. Nədir ya Rəbbəl aləmin? Və sallə aleyhim, dua elə onları. Niyə? Çünki pul ki onlardan çıxır, biraz narahatçılıq var da, özüm zəhmət çəkmişdim, qazanmışam, biraz diskomfort yaranıb içəridə. Halı yaxşıdır. Və dua elə ki, aramlaşsınlar. Ayədir bu. Və sallə aleyhim innəs sələtəkə səkənun ləhum. Dua elə ki, aramlaşsınlar, bulanın cibindən pul çıxıb. Bazı adam pulu çıxsa canı çıxır elə bilə. O qəribə belə əcib insanlar var, qəribə.
Onlar bir dua ilə, ya Rasulullah, sənin duaya ehtiyac var. Yəni təşviq elə, onlar dua ilə aramlaşsınlar, rahatlaşsınlar. Yaxşı. Sonra ayə belə qurtarır, buyurur: Vallahu səmiun əlim, mən eşidənəm və bilənəm. Həm sənin duanı eşidəcəm ya Rasulullah, həm onların niyyətindən də xəbərdaram, bilirəm nə edirlər, nə niyyətinə verirlər. Onu da bilirəm. Yaxşı. Və davamında deyim: Ələm ya'ləm ennəllahu və yəqbəlu tövbə ən ibadihi və yəxuzus sədaqat. Bu ayənin davamıdır. Onlar bilmirlər ki, Allah tövbəni qəbul eləyər. Ayəni o birisini tərcümə edəcəm. Tövbəni eləyər, qəbul eləyər. Görünəmədir ki, insan bir Allahın yolunda pulundan xərcləyəndə Allah Taala nə edir? Tövbəsini qəbul eləyər. Özü də ayə budur, maraqlıdır. Huve yəqbəlu tövbə ən ibadihi. Demir min ibadihi. Ərəb dili zəngindir. Min ibadihi ilə an ibadihinin fərqi var. Mən də qrammatika çox getməyəcəm, amma sizə izah verirəm. Min ibadihi, yəni səhvin tam mənada başa düşüb, tam mənada iqrar edib, gəlib sənin huzuruna, sən də bağışladın, qəbul edin. An ibadihi budur ki, belə də tövbəsi də o qədər tam kamildir, biraz naqis tövbədir. Eyb yox, qəbul elə. Neyiniyib, Allahın yolu biraz desə də verim. Tövbəsində biraz naqis tövbəsi var. Naqis tövbə nədir? Görürsən, uşaq səhv edir, gəlir atasına, 4 dənə səhv var, ikisini deyir. Hadi dayı da ikisini deyib, gəlir, keçirə. Ən azı neynədir? Heç olmasa bir addım attın. Allah da bunu deyir bu ayədə. Deyir, yəqbəlu tövbəni bədi, keçərəm də o birlərindən, qəbul eləyərəm, səni ki, keç, amma sonra neynəyərəm, sən asılıca islah eləyərəm də. Gəl, uzaq düşmə məndən. Bu ayədir, qəşəng ayədir, qurban olduğum. Yəni, Allah qəliz ünsiyyət qurmur bizi ilə, məna budur. Qəliz ünsiyyət qurmur bizi ilə. Rahat ünsiyyət qurur bizi ilə, bu çox mühümdür ya. Yəni, neyniyir? Bəlkələri göz yumur, keçir, tövbən naqis olsa da qəbul edir, qurban olduğum. Nə gözəl Allahımız var bizim. Sonra nə deyir? Buyurur, yəxuzus sədəqat. Peyğəmbər, sədəqəni mən alıram onlardan. Sədəqəni mən alıram. Bu ayənin bəzi ürəfa, uləma, alimlər belə izah verirlər ki, sən ki sədəqəni verirsən, düzdür, məsrəfi fəqir edir, xəricləyir. Amma onu alan kimdir? Allahdır. Ona görə hədislərdə var, Əmirül-Müminin buyurur, Əl-miskin Rasulullah. Miskin insan, fəqir insan Allahın rəsuludur, elçisidir. Rəsul burada o Peyğəmbər mənasında, yəni Allahın sanki elçisidir, sənin qafaya göndərir. Əlbəttə o gələn o miskin də necə olmuş? İstifadəçi deyil, yalancı deyil, özünə vərdiş eləməyib miskinliyi. Bir adam hələ deyir, mən belə yaşamalıyam, söz verməlisiniz. Mən yaşamalıyam, siz işləyin, verin, mən yiyeyim. Sənin vəzifəndir, pulun var, verməlisən. Bəs sənin vəzifən nədir? Hə, o heç, o söhbətə daxil olun. Belə adamlardan söhbət getmir. Ya vərdiş edib özünə, bunu da demirəm, yaxşı. Amma doğrudan gördüm bir insan ki, gəlir, ehtiyaclıdır, o deyir, Əl-miskin Rasulullah. O miskin nədir? Sanki Allahın bir elçisidir. Mən mövzudan çox uzaqlaşmayayım, amma mənim mövzum məsuliyyətdir, məsuliyyətdir. Məsuliyyətli yaşamaqdır. Amma Allah Taala nə deyir? Deyir ki, ondan mən alıram. O miskindən mən alıram. Yəni, sanki Allah bir də mesaj verir ki, da o miskindən ki, daha doğrusu səndən ki, pulu mən alıram, daha o miskinə necə davran, onun kəramətini xələl gətirmə, şərafətinə zərər vurma, onun izzətini aradan aparma, onun əzəmətini itirmə. Yaxşı? Sən neynə? Onun şəxsiyyətini sındırma. Mən sən verəndə necə kəramətli verirəm sənə? Hə, dualarda var, ya basitəl yədəyyə bil ətiyyə, sən o Allahsan ki, 2 əlindən verirsən əta eləyəndə. 2 əl nə deməkdir? 2 əlin ehtiram əlaməti də bir var, gəl götür, belə, 2 əlinə ver. Allah deyir, mən əta eləyəndə də səni əzəmətli şəkildə əta eləyirəm. Hörmətli sındırmıram. Allah üçün fəqirin birinci heybətidir, şəxsiyyətidir, heysiyyətidir, kəramətidir, sonra qarnıdır. Allah üçün birinci budur.
Ona görə deyir, verəndə elə ver ki, o şəxsiyyəti sınmasın. İmamlarımız ki, bəzi vaxtlar axşam vaxtı gedib verərdilər. Bu bir mənası da bu idi ki, onlar cəmaat görməsin, qonum-qonşu bilməsin ki, şəxsiyyəti sınmasın. Başa düşürsünüz? Ona görə verəndə də gərək qarşı tərəfin hörmətini sındırmayaq. Bu çox mühümdür, qardaşlarım, bacılarım. Çox mühüm nöqtədir. Buna riayət etmək lazımdır. Sınmasın o şəxsiyyəti, başa düşürsən. Bəzi vaxtlar, vallahi, elə şəkildə verirlər. Mən hərdən baxanı deyirəm, kaş bu verim yedi, çox almaydı. Hə, adın da biz həmişə də hər şeyin adını qoymayağa təşviq edirəm cəmiyyəti. Təşviq edirsən, onun bir yolları var ki, o əzəməti itməsin. Elə təşviq elə də. Sındırma da onu. Başa düşürsən. Təşviq elədin, tutaq ki, bir dəfə, iki dəfə də bildi cəmiyyət. Lazımdır ki, hər şeyi elə, hər nə etdiyi təşviq göstərəsən cəmiyyətə. Bu da lazım deyil ki. Düzdür. Mən demirəm, hər aşkarda eləyən riyakardır, yox, əsla. Amma deyirəm ki, bir dənə özümüzə qaydaq görək, niyə aşkar eləyirik? Sualdır da, belə yəni, mehriban da dalaşmıram ki, sən. Mehriban, niyə belə edirsən sual? Doğrudan xalis niyyətin, ixlas var. Ha, varsa Allah qəbul etsin. Nə işim var mənim səndən? Buyur, Bismillah, Allah qəbul etsin. Amma sındırma şəxsi. Peyğəmbərimiz belə olub. Məsumlarımız belə olub bizim. Yaxşı. Mən hətta yəni Quranda bir ayə var, deyir: "Ərəeytəl-ləzi yukəzzibu bid-dini." O gördünmü o kəsi ki, dini dəyərləri danır. Onun birinci xüsusiyyətin ilahi insan dəyərləri inkar edəni, dananı gördüm. O birisi xüsusiyyətin sayır Allah Teala orada deyir: "Fəzəlikəl-ləzi yəd'ul yetim." O kəsin mənfi xüsusiyyətlərini sayır. Birinci xüsusiyyəti budur, deyir. O kəsdir ki, yetimi qapıdan qovur. Deməli, qarnını doyurmur yetimin. Qapıdan qovur. Yəni, şəxsiyyətin sındırır. Allah üçün birinci onun heybətidir. Heysiyyətidir. Şəxsiyyətidir. Sonra o mədəsi qarnıdır. Sonra əzəməti sındırmaya. Allah bunu gətirdi ortaya. Deməli, onu yedirtmir. Bir dəqiq deyən. Qovur qapıdan. Sən mən bəndəmi təhqir edirsən. Mən üçün maraqlı birinci mühüm məsələ budur ki, bəndəmi təhqir eləmə. Verəndə də təhqir eləmə, verməyəndə də təhqir eləmə. Verməyəndə qovlun məruf. Quranda ayədir. Xeyrun min sədəqətin yətbəuha əzə. Bəzi vaxtlar bir dənə elə qəşəng söz deyib yola salarsan ki, verdiyindən daha yaxşı olar. Allah deyir. Elə yola salarsan ki, əzəmətlə, izzətlə qapından gedər, sınmaz. Yaxşı. Heç də vermədin o. Bu sözün ondan, bu sözün o verilən mal ki var, kim ki verir, sonra əziyyət verir, bu söz ondan daha qiymətlidir. Verəndə də heysiyyətin qoruyur, verməsən də əzəmətini sındırma. Diqqətli ol. Diqqətli ol. Yaxşı. Mən mövzum nədir? Çox uzaqlaşmıram ki, mən mövzum məsuliyyətdir. Məsuliyyət daşıyırıq həm özümüzün islahı ilə, həm cəmiyyətin islahı ilə. Özümüzlə bağlı bir vəzifəmiz təthirdir, bir vəzifəmiz təskiyədir. Başqaları ilə də bağlı bir vəzifəmiz təthirdir, bir vəzifəmiz nədir? Təskiyədir. Ayə dedim sizə, ayə dedim ki, sədəqə ayəsi, Tövbə surəsində. Orada Peyğəmbər deyir, bir vəzifənin təthir, bir vəzifənin təskiyədir. Təthir nədir? Yəni, maniyələrim nədir? Kamala gedən yolda. Bax, çox sadələşdirirəm, qardaşlarım, bazı. Mənim Allaha gedən yolda maniyəm nədir? Bir. Sonra, mən neynəməliyəm ki, məndə olan bu istedadlar nə olsun? Çiçəklənsin. 2. Bu mənim öz vəzifəm, bir də sənə nisbət vəzifəm. İkisi də budur. Aha, davam edirəm astasda. Yaxşı, sən ki, indi başlayırsan, bu özü bir proqramdır da artıq, maniyələri bildin, mübarizə aparacaqsan, istedadları tapdığın, çiçəkləndirməlisən, bu necə etməlisən? Qəşəng, sadə. Deyir, öz səliqəvi, öz zövqüvi qoy kənara, şəriətin buyruqlarına əməl. Çıxma hədlərdən. Şəriətin buyruğuna da əməl. Çox sadə. Mən belə eləsəm, yox, bir dəqiq deyəm. Belə eləsəm, bir dənə hərif səhv desək, nə olur, aləm dağılır. Yox, Allah deyib, o hərifi elədi, elədi.
Gözün bir də bir rəqəmi səhv yazanda pul götürürsən bir nəfərin kartına, bir dənə rəqəmi səhv yazanda getdi məsələn. Getdi pul, getdi. İndi insafı olsa qaytarar. İnsaf da olmadı da heç nə. Getdi. Bir dənə rəqəm. Səhv dedim. Sənin kamalında da bir də hərfin təsiri var bəzən. Belə demə, yox qardaşım. Sənin rüşdüvün, sənin kamaluvun yolu ubudiyyətdən və bəndəçilikdən və şəriətdən keçir. Sən kamala buradan gedirsən, ilahi buyruqlarla. Belə eləməsəm, belə eləməlisən ki, kamala keçir. Öz istəyivi, özünün səliqəvi, özünün xoşuna gəldiyini qoymasan kənara. Bu əxlaq üstadları öz xoşuna gələn deyil, onun xoşuna gələn eləməlisən. Hətta onun xoşuna gələn sənin xoşuna gəlmir. Sənin xoşuna gəlmir. Çünki haqq əvvəl biraz acı olur. Deyir, onu qoy kənara. Qəmə bir dənə əxlaq alimlərindən, ariflərin bir dənə fikrini deyim sizə. Əxlaq alimləri deyir ki, müğayət ol, günah eləmə, ibadət elə. Müğayət ol. Ninə? Günahdan qaç, nə ilə? İbadət elə. Əxlaq alimlərin fikri. Ariflərin fikri. Müğayət ol. Neyniyim? Bax, gör, onun xoşuna gələn ibadət edirsən, özünün xoşuna gələn edirsən. Arif deyir ki, ibadətdən müğayət ola, özünə ləzzət eləyən ibadət eləyərsən, Allah istəyən ibadət eləməzsən. Gör, hansıdır? Hayırcırsan? Gör, hansıdır? Adam boyuna düşən vacib bəzi vaxtlar məsələ var, amma gecə namazına aşıqdır. Zövqü ondan alır. Amma buradan da məsələn bir nəfər vəzifəndir ki, bir nəfərə vaxt ayırırsan. Gəlib toqquşub o vaxtdan bu vaxt. Onu elə, o işdən Allahın xoşu gəlir. Bundan sən ləzzət alırsın. Biz Əbdullah olmalıyıq da, Allah qulu. Əbdul hal yox ki, hal qulu deyilik ki, Allahın quluyuq. Mən bu ləzzət alıram, biz ləzzət qulu deyilik ki, biz Allahın bəndəsiyik. Əbdul ləzzət yox, Əbdullah. Hə, Allahın elə bəndəsi olursan, həqiqi ləzzətə dadacaqsan, duyacaqsan, ola bilər ilk mərhələlərdə deyil. İlk mərhələləri deyil. Bu deyili, laf Mail Yaqub fikrimizdir. Mail müəllim bir deyili, qəribə deyildi. Allah salamət eləsin. Deməli, ilk mərhələlərdə deyil. O da belə ləzzət sən sonra dadacaqsan. Başa düşürsən. Sən özün nəfsinin istəyini qoy kənara. Gör o nə istəyir. Proqramı o tərtib eləsin. Nəfsin plan cızmasın. Bizdə bəzən belə olur. Nəfsimiz plan cızır, sonra deyirik Allaha xatir bu planı edirik. Nəfsi plan cızıb, Allaha xatir deyirik, bu sənə görə edirik. Bir dayan hələ bunun əvvəlində görə elə o var, yoxsa yoxdur. O proqramı verin mənə, özüm tərtib eləmişəm. Başa düşürsən. Elə bir həkimə yaxınlaşmısan, resepti verir sənə. Deyirsən, yox, özümün bir dənə vaxt resepti var, gör, bu yaxşıdır. Deyirək ki, deyən görə, bu mənə vəzifəm deyirsən. Sən əməl elə buna. Vaxt budur. Ona görə deyirlər ki, burada gəlir, ixlas mövzusu gəlir də meydana. İxlas nədir? İxlas deyirlər ki, dərəcələri var. Bir dərəcəsi budur ki, ixlas riyadan ayrılır. İxlas nədir? Bəzi alimlər deyir ki, riya budur ki, başqası üçün edirsən. İxlas budur ki, onun üçün edirsən. Başqası üçün edirsən. Bu bir pillədir ixlas. Bir pillədir yuxarı var, onun üçün edirsən, amma özünün xoşuna gələni onun üçün yox, onun xoşuna gəldiyi. Başa düşürsən. Başqası yoxdur, heç özüm də yoxam. O nə istəyir o? O nə istəyir o? Bu çox mühümdür. Yəni, bu diqqət eləyə bilərsiniz. Ona görə hədisdə var ki, əl-üləma kulluhum həlqa illəl-amilun. Alim elminə əməl eləməsi həlak olar. Vəl-amilun kulluhum həlqa illəl-muxlisun. Əməl eləyən ixlaslı olması həlak olar. Vəl-muxlisun ələ xətarin azim. Ay, ixlaslılar, sizin də bir xətəriniz var, müğayət olun. Bəzi ustadlar belə izah edir ki, xətər budur ki,
Bax gör, özü xoşuna gəldiyi ibadət edirsən, onun xoşuna gəldiyi ibadət edirsən. Bir daha burada dayan. Burada çıxır bəndəçilik meydana. Nə çıxır? Bəndəçilik çıxır meydana. Gəlin İmam Səccad duası deyim sizə. وَجْعَلْ جِهَادَنَا فِيكَ İlahi, əməlimizi, səyimizi sənin yolunda edənlərdən bizi qərar ver. Yaxşı? Əməlimiz və səyimiz sənin yolunda olsun. Sonra وَحَمَّنَا فِي تَاعَتِكَ Hədəfimiz də sənin yolunda olsun. Sonra وَخْلِسْ نِيَّاتِنَا فِي مُعَامِلَتِكَ Niyyətimiz də xalis olsun. Sənlə müamilə eləyək, sənlə alqı-satqı eləyək. Ya Rəbbəl aləmin, əməlimiz də sən, niyyətimiz də sən, hədəfimiz də sən. Oldu. Öz islahında bu olmalıdır. Başqalarının islahında bu olmalıdır. Başqasını da özün üçün istəmə, onun üçün istə. Başqasını özün üçün, yox, Allah üçün istə. Allah üçün sev. Elə ki, bax, özün islahında xalis oldun, başqalarının islahında ixlaslı oldun, Allahın sənə başqa lütfləri gələcək. Yusuf Peyğəmbər haqqında da bu ayə buyurur, وَكَذَٰلِكَ يَجْتَب۪يكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِنْ تَعْوِيلِ الْأَحَادِثِ Allah Yusuf'u seçti. Seçti. Ne kimi seçti? İçtiba sözünü deyir. Çünki ixlaslıydı, seçdi, çıxartdı. Necə seçir Allah Teala? Allah, baxın, bizim seçimlərimizin meyarı var həyatda. Dost seçirsən, nə meyarına? Ailə, xanım seçirsən, nə meyarına? Meyarlar nədir? Özün bilirsən də. Allah bir nəfəri seçsə meyar nədir? Allah deyir, meyar xalisliyidir, bəndəçiliyidir. Xalis olsa seçirəm onu. Özü iştiba kəlməsi bilirsin nədir? Baxın, gedirsən bazardan nə almağa? Meyvə almağa. Neyinirsən? Yaxşıdan seçirsən də, düzdür? Seçdin, gəldin. Gətirdin evəyini. Gətirəndən sonra indi stol üstə qoydusan, qonaq gələcək. Seçilmişdən sonra neyinirsən? Daha yaxşıdan seçirsən, gətirsən qoysan süfrəyə. Buna ərəblər, ən axırın seçimi ərəblər deyir, içtiba. Allah deyir, seçirəm. Ən yaxşını gətirib qoyuram süfrənin ortasına. Xilqət süfrəsinin ortasına gətirdim, qoydum Yusufu. Baxın, məndə belə olar. Seçdim, yetistəbikə Yusufun bəndəçiliyi, Yusufun xalis niyyəti. Gəldim, seçdim onu, nə verdim ona? Və yuallimukə min təvilil hadis. Bunu məzəbədə tərcümə edeyim, yəni yuxu yozmağı verdim. Bu bir tərəfidir, məsələn, təvilul əhadisi Əllamə Əl-Mizanda buyurur ki, işin əvvəlini, axırını görmək. Yəni, mənim bu addımım sonra nələrə təsir göstərəcək, onu görmək. Deyir, burnun yalnız ucun görür bəzi adamlar. Yəni, əməlinin 5 ildən sonraki təsirinə də onu görmək. Deyir, alim o kəsdir ki, zamanına alimdir, tanıyır. Bir mənası da budur. Təvilul əhadis indi tutub vəziyyəti ki, neynəsəm və bu etdiyimin sonraki əməllə əlaqəsi nədir? Bunu deyir, onu izah eləyərəm. Da başa düşər hansı addımlar atma. Məsələn, ticarətdə belə bir qayda var, görsən, ticarət eləyənlər, görsən, gəlib gedir, bəzi vaxtlar elə bir mallar alır, gətirir ki, bəziləri baxır, deyir, bunun nə ehtiyac var bugün? Deyir, sən bugünü fikirləşsən, mən bir ildən sonra buna çox ehtiyac olacaq. Bunun ilə onun əlaqəsini tuta bilir. Təvillə hadis budur. Adam ixlaslı olsa, sənə də, mənə də bu açıqlayır, qapı xalis niyyətdə olsun, Allah təvilul əhadis verir. Attığın addımların gələcəyini görə bilirsən, anlaya bilirsən, əlaqələrini tuta bilirsən. Ki, bunu eləsəm, xeyri nədir? Bu addımın 10-cu təsiri nədir? Bunu mən sənə verərəm. Neçə dəqiqə? Hə, da bəsdir bu günə. Xülasə, vəzifəmiz var. Vəzifəmiz nədir? Öz islahımız və başqalarının islahı. 2 dənədir. Təthir və təzkiyə.